ağlamaqla, nalə ilə, fəryadla insanları ancaq İmam Hüseyin əleyhissalamı zikr eləsinlər. İmam Hüseyin əleyhissalamın müsibətin yada salsınlar, yadda saxlasınlar, yaysınlar. Üçüncü hissəli budur, məqsəd budur. İndi İmam Zeynalabdin ağaya bax ki, Mədiniyə qayıdandan sonra İmam Zeynalabdin ağa Mədinədə bir xütbə eləyib. Xütbə yenə uzundur, mən o lazım olan hissəni seçmişəm. Tarixlər yazır ki, elə ki əsirlər çatdı Mədiniyə, Mədinənin kənarında bir xeymə qurdular. Bəşiri göndərdi imam ki, ged Mədinə cəmaatına xəbər verir. Özü gedib girmədi evinə. Dedi, qoy şəhər əhalisi gəlsin bura. Bu özü də bir üslubdur, bu özü də bir yaşatmağın növüdür. İnsanların yaddaşlarına yazmaqdır. Kimin yadından çıxar? Xəbər gəldi şəhərə, əsirlər İmam Hüseynin ailəsi qayıdıb. Biz çıxdıq şəhərdən, yazır, yaddaşlara yazır. Elə ki, Mədinə cəmaatı yığışdılar Mədinə kənarına, bir oturacaq qoydular xeymənin qabağına, İmam Zeynalabdin ağa gəldi, əyləşdi. Özdə tarix belə yazır. Deyir, əlində bir dəsmal vardı, gözünün yaşını silirdi. Gözünün yaşı dinmirdi. Elə cəmaat Mədinə əhalisi baxırdı İmam Zeynalabdin ağaya, onlar da ağlayırdılar. Nəhayət, İmam özü əli ilə işarə elədi ki, daha dayanın, ağlamağı kəsin. İndi mən də sizdən xahiş edirəm. Bax, telefonları səssiz eləyək. Daha bir şey qalmadı. Məclisin sonuna gedirik. Əzzim də buradadır, Seydim də buradadır. İnşallah belə istəyirik ki, belə bugün zikri müsibət olsun. Müsibət hamımızın ürəyi doludur. Belə gedək o balaca qəbri ziyarətinə, gedək Şama. Qəbirlərimizi, ürəklərimizi aparaq Şama. Ona görə xahiş edirəm, son dərəcə, bacardığımız qədər hərəkəti saxlayaq. Hamımız diqqətlə qulaq asaq. Fikrimiz burada olsun. İmam Zeynalabdin ağa əli ilə göstəriş verdi ki, dayanın, dayandılar, ağa başladı. Allaha həmd səna, bismillah deyəndən sonra Peyğəmbər və ali Peyğəmbərə salavat, salam göndərəndən sonra dedi, əyyuhəl qovm, ey insanlar, İnnəllaha Teala və ləhul həmd ibtəlana biməsaibə cəlilə. Dedi, Allaha həmd olsun, yenə həmd edir Allaha. Allaha həmd olsun, bizi çox böyük bir müsibətlə imtihan elədi. Və thəlmətən fil İslam əzimə. Və böyük bir boşluq yarandı. Boşluq, atası İmam Hüseynin şəhid olmasını deyir, yoxluğun deyir. Qutilə Əbu Abdullahil Hüseyin. Atam Hüseyin şəhid oldu. Və itrətuhu. İmam Hüseyinlə bərabər onunla olan ailəsi, cavanlar, qardaşları, qardaşı balaları, onlar da şəhid oldu. Və subiyyət nisauhu və səbiyyətuh. Xanımları və qızları əsir oldu. Və darə birəsihi fil buldan. Və İmam Hüseynin kəsilmiş başını şəhər-şəhər gəzdirdilər. Min fəvqi amil-i sinan, nizələrin üstündə. Və hazihir rəziyyətulləti la misləhə rəziyyə. Bu elə bir müsibətdir ki, daha bu müsibətin misli, bənzəri, oxşarı yoxdur, ağa buyurur. Eyyuhənnas, ey insanlar. Fə eyyü ricalatin minkum yusirruna ba'də qətli. Ey insanlar, bu hadisədən sonra, İmam Hüseynin bu cür şəhid olandan sonra hansı kişi ürəkdən sevinər? Əm eyyi fuadin la yəhsən. Hansı ürək bu qəmə hüzünlü olmaz, kədərli olmaz? Əm eyyətü eynin minkum təhbis dəm'əha. Və bu hadisədən sonra hansı göz öz göz yaşını tutub saxlaya bilər? Fələqət bəkət səb'i şidad li qətlih. Artıq
göy 7 qatı ilə bərabər İmam Hüseyni ağladı. Dənizlər öz dalğaları ilə İmam Hüseyni ağladı. Göylər öz əzəmətli sütunları ilə İmam Hüseyni ağladı. Yer bütün cəhətləri ilə İmam Hüseyn əleyhissalamı ağladı. Vəl-əşcar bi əxsaniha, və ağaclar budaqları ilə İmam Hüseyni ağladı. Vəl-hitan fi lucəcil bihar, İmam Zeynalabdin ağa buyurur ki, dəryada olan, dənizdə olan balıqlar belə İmam Hüseynin müsibətini ağladı. Vəl-mələikətul müqarrabun, və müqarrab mələklər bu müsibəti ağladı. Və əhl-i səmavat əcməun, və bütün səmalarda yaşayanlar cəm şəkildə İmam Hüseynin müsibətini ağladılar. Eyyuhənnas, ey insanlar, əsbəhna müşərrədinə mətrudin. Biz qovulduq, biz sürgün olduq, biz əsir olduq. Min qeyri cürmin istərəmnah, heç bir günah eləmədən, heç bir cinayətimiz olmadan, və la məkruhin irtəqəbnah, heç bir pisliyə mürtəkib olmamışdıq, bulaşmamışdıq, və la zulmətən fil İslamı səlləmnah, və İslamda da heç bir yenilik yaratmamışdıq biz. Nə iş görmüşdük ki, bizə bu müsibət elədilər? Ma semi'na bihâzə fi âbâinəl əvvəlin, in hâzə illə ixtilaq. Biz bunu heç keçmiş ata-babalarımızdan da bu cür müsibət eşitməmişik. Bu yeni ancaq bizim başımıza gəldi. Vallah, and olsun Allaha. Lav ənnən nəbi, bu dəhşətli sözdür. İmam Zeynalabdin ağanın bu sözü adamın yadına harda düşür, adamı ağladır. Nə qədər böyük olasan belə bir böyük söz deyəsən. Gör nə deyir? Deyir, əgər Peyğəmbər salavatullah öz ümmətinə, müsəlmanlara bizim əslində sevgimizi vacib eləyib, sevgimizi əmr eləyib, bizi sevməyi əmr eləyib. Deyir, əgər mənim babam bizi sevməyin yerinə, bizi öldürməyi bunlara əmr eləsəydi müsəlmanlara, onlar yenə də bizim başımıza bu cür oyun gətirən kimi oyun gətirə bilməzdilər. Sözə bax. Nədir bu söz? Əgər Peyğəmbər onlara desəydi ki, sizə vacibdir İmam Hüseynlə bu cür rəftar eləyin. Əgər belə desəydi belə, yenə də bir insan başqasına bu müsibəti başına gətirə bilməz. Hələ bizə sevgi demişdi, bizim başımıza bu oyunu gətirdilər. Vallahi ləv ənnən nəbi təqəddəmə iləyhim fi qitalina. Əgər Peyğəmbər onlara bizlə döyüşməyi desəydi, əgər kəma təqəddəmə iləyhim fil vəsayə, necə ki bizi tövsiyə eləyib, məhəbbətimizi onlara tapşırıb, ləma zadı ələ ma fəalu bina. Bizim başımıza elə o gətirəni gətirərlər. İmam Zeynalabdin ağa bu sözlər nəyi göstərir? İmam Hüseyn əleyhissalam yaşamalıdır. Ona görə, bayaq dedim, yenə deyirəm, bu 3 mərhələnin, 3 hissədə olan məqsədlər ki var, üçü də əzizlərim qutarmayıb. Orada baş verdi, amma bu günləri bunlar bizim hamımızın boynunda olan vəzifədir, təklifdir. Dinlə, şəriətlə yaşamaq, halal haramla yaşamaq, insanları batildən çəkindirmək. Bu birinci hissənin məsuliyyəti. İkinci hissədə İmam Hüseyn əleyhissalamın Kərbəlasını düzgün, doğru, əsaləti ilə, mahiyyəti ilə insanlara çatdırmaq. Üçüncüsü də İmam Hüseyn əleyhissalamın bax belə məclislər qurub zikri müsibəti ilə yaddaşlarda yazmaq. İmam Zeynalabdin ağa bunu eləyərdi. İmam Zeynalabdin ağa hər vasitə ilə Mədinədə çıxardı, Mədinə bazarına. Görərdi ki, bir qəssab heyvan kəsir. Uca səsi ilə deyərdi İmam Zeynalabdin ağa. Bilə-bilə deyir uca səsi ilə. Uca səsi ilə deyərdi. Çağırardı o qəssabı. Ey filanı, adı ilə. Deyərdi, bəli, Peyğəmbər balası, eşidirəm. Ağanın da bu çağırmağına bütün Mədinə bazarı dönərdi, baxardı ağaya. Görəsən nə deyəcək ağa? Deyərdi ki, sən bu heyvanı kəsəndə ona su verdin. Deyərdi, bəli, ağa, adətimizdir, heyvanı kəsməmişdən qabaq ona su verərik. Deyərdi, ancaq mənim atama su vermədilər. Özü də ağlayardı, bütün bazar ağlayardı.
35 il yaşadı İmam Zeynalabdin ağa Kərbaladan sonra. 35 il. 23 yaşında Kərbaladaydı. 35 il. 58 yaşında şəhid oldu. O 35 ilin hər gün xadimi deyir ki, da Zeynul Abidindir də bu. Seyyidü Səccad. İbadət edənlərin zinəti. Daim oruc. İftar vaxtı olardı, xadimidir, gətirərdim, suyu qoyardım ağamın, gözləyərdim, ağam məğribi qılardı şam namazı, gətirərdim, suyu qoyardım ağamın qabağına. Ağa şam namazını qutarardı, baxardı suya, əlini uzatmazdı. Deyir, yaxınlaşardım, deyərdim ki, ağa, bütün günü oruc olmusan, isti Mədinə havası, iftar olub, şam namazını da qılmısan, işrib, iç. Deyir, baxardı mənə, deyərdi, əşrib, içim mi? Deyərdim ki, işte ağa, iç, sən üçün gətirmişim. Deyərdi, necə içim, atamız susuz başını kəsdir. Yemək qoyardım ağamın qabağına, Qulami deyir, yemək qoyardım ağamın qabağına. Ağam baxardı yeməyə, əlini uzatmazdı. Deyərdim, kul, ağa, oruçsan, ye, iftardır. Deyərdi, ağa kul, yiyim mi? Deyərdim, yi də ağa, soruşma, yi. Deyərdi, necə yiyim, axı, atam 3 gündür ac idi Kərbalada. Deyərdi, ağlayardı. Xanım Zeynəb gör neynədi, qayıtdı Mədiniyə, elə ki, çatdı evinə, Fizzə nəql edir bunu. Deyir, mənə dedi ki, Fizzə, bağla qapını, özündə otur qapının arxasında. Kim gəlsə, denən Əli qızı Zeynəb heç kəslə görüşmür. Yorğunam, Fizzə, yorulmuşum. Fizzədir, oturmuş qapının arxasında, qapını döyürlər. Deyirəm, kimsən? Deyir, Əli qızı Zeynəbi istəyirəm. Deyirəm, Əli qızı Zeynəb görüşmür, gedir. Yenə deyir, döyüldü. Yenə dedim, kimsən? Dedi, Əli qızı Zeynəbi istəyirəm. Dedim, o görüşmür. Dedi, Fizzə, sən get ona denən ki, onun qəmşəriki gəlib. Fizzə deyir, gəldim, girdim otağa, açdım qapını. Dedim ki, Əli qızı Zeynəb, bir qadın gəlib. Dedi, sənə dedim, bilirəm xanım, başıva dönərəm, bilirəm, qurban olum sənə, fəda olum, bilirəm. Hələ sənin sözünü də dedim. Dedim, Əli qızı Zeynəb heç kəslə görüşmür. Amma o bir söz dedi, onu sənə çatdırmaq mənə vacibdir. Dedi, nə dedi? Deyir, o dedi ki, get Əli qızı Zeynəbə denən onun qəm şəriki gəlib. Fizzədir, xanım Zeynəb elə qəzəbləndi bu söz. Durdu ayağa, dedi, dayan, özüm gedəcəm. Bu kimdir belə iddia edir? Mənim qəm şərikim olar. Müsibətdə mənə şərik olar. Mənim 7 qardaşım gözümün qabağındadır. Mənim balalarım, qardaş balalarım gəldi qapıya. Xanım, kimsən belə iddia eləmisən? Mən Zeynəbin qəm şərikiyəm. Qapının dalından səs gəldi ki, mənəm sənin ananın mulbənin. Xanım açdı qapını, dedi, ana düz deyirsən, düz deyirsən. Mənim ancaq qəm şərikim olsam sən olarsan. Çünki o mənim ürəyimə dəyən yaralar sənə də dəyər. Ummulbəninin 4 oğlu Əbəlfəzlə birlikdə 3 qardaşı da 4 oğlu Ummulbəninin Kərbalada şəhid oldu. Amma olan heç adını çəkmədi, heç. Mən bir dənə kitabda görmüşəm bunu. Səhv eləmirəmsə Məcmui Məsaib Əhlil Beytdədir. Deyir, xanım Ummulbənin gəlirdi Bəqiyə. 4 dənə belə qəbir düzəldirdi. Torpaqdan belə cızırdı belə. Torpağı ki, güya qəbirdir. 4 dənə. Sonra bir dənə də gedirdi, onların yuxarısında bir dənə düzəldirdi. Bu 4 qəbri sonra pozurdu. Ravi deyir ki, Ummulbənin demək istəyirdi ki, bu 4 balamın 4'ü də İmam Hüseynə qurban. Gedirdi, əyləşirdi, o qabaqdakı, onun üstündə orada ağlayırdı. Hər vəcəhlə, hər vasitə ilə İmam Hüseyn əleyhissalamın Kərbəlasını yaşadırdılar.